Bugün elə bil ki başqa haldayam. Bugün mənə dəyməyin üzülmüşəm. Bu 11 il necə gəldi getdisə, elə bil dünən məktəbə gəlmişəm. Düşür yada o şirin bəhanələr, müəllimə gün. Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Masazır kənd 5 nömrəli tam orta məktəbdə son zəng çalındı. 11-cilər çox səliqəli və sevincli idilər. Bugün onların günü idi. Parta arxasında sakit, səssiz, gülər üzlə oturmuşdular. Çünki sonuncu dəfə əyləşmişdilər. Direktor köməkçi Cəlalə Rızayeva bugün öz ürək sözlərini gözəl kəlmələr və maraqlı misralarla bildirdi. Bütün məzunları təbrik edirik. Onlara gələcək həyat yollarında uğurlar arzuluyoruz. Çalınır sonuncu zəngimiz bugün. Biraz sevinclidir, biraz acıdır. Qayğısız illərin uzun vidası yeni bir həyatın başlanğıcıdır. Son zəngin səsi ilə kövrəlirik biz, doğma olmuşduq biz, indi ayrılaq. 11 il eyni idi arzularımız, bundan sonra daha fərqli olacaq. Aylar da, illər də keçəcək, qəlblər məktəb illərini unutmayacaq. Hər kəsin qəlbində şirin və kövrək, ən gözəl xatirə son zəng olacaq. Məzun gününüz, məzun adınız mübarək olsun, əziz 11-cilər. Bu gözəl günün ab-havası hər kəsin üzündə sevinç yaratmışdı. Çünki bugün son zəng çalınırdı. Nə sevincdir, nə də qəm anlamıram. Başqa bir hal verir bu görüntülər. İstəyirdiksə bitəməkdə bilir. İndi nə üçündür bəs bu üzüntülər? Qorxuram ki bir də biz görüşməyək. Məktəb yolu. Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Masazır kənd Əliağa Vahid adına 1 nömrəli tam orta məktəbdə əsl bayram ab-havası vardı. Məktəb rəhbərliyi son zəng münasibəti ilə hər kəsi təbrik etdi. Onlara uzun ömür, gələcək həyatlarında daha da bol-bol sevincli günlər arzuladı. Səliqəli geyimdə olan məktəblilər göz oxşuyur, deyib gülüb əylənirdilər. Bugün məktəbi fərqlənmə ilə bitirən şagirdlərə, həmçinin öz yüksək təhsili ilə seçilən müəllimlərə diplomlar təqdim olundu. 1-cilər və 11-cilər bu günün əsl səbəbkarları idi. Hər kəs onlara yeni həyat yolunda uğur arzuladı. Son dəfə səs-küyümüz itdik koridor bucaqlarında. O son zəng çaldı, bizi bizdən ayırıb aldı. Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Masazır kənd 2 nömrəli tam orta məktəbdə sonuncu zəng çalındı. Məktəb direktoru bugün öz ürək sözlərini, gözəl arzularını məktəblilərə çatdırdı. Onlara yeni həyat yollarında uğur arzuladı. Arzuları ondan ibarət oldu ki, gələcək həyatlarında da daim yaşıl işıq olaraq həyatlarını davam etdirsinlər. Ən maraqlı məqam o idi ki, əkiz olan bacı qardaş bugün 11-ci sinifi bitirirdi. Bugün onları da dinlədik. İnşallah bu hissə hələ ki başlanğıcdır. Hələ tələbə olacağıq. İnşallah universitet oxuyacağıq. Universitetdən sonraki həyatlarında uğurlar arzulayıram onlara. İnşallah yəni 11-ci sinif olmaq elə-belə bir şeydir. Bildim ki, siz əkiz qardaşınla bərabər bugün 11-ci sinifi bitirirsiniz, eləmi? Bax, onun da arzularını eşitmək istəyirəm. Özünü təqdim elə. Mən Məhəmmədəm, 11-ci sinif şagirdiyəm və məktəbimin bitməsi, həyatın bitməsi demək deyil. Məktəb həyatı bitsə də universitet həyatı başlayır və bütün dostlarıma və 11-ci sinifdə olanların hamısına arzu edirəm ki, öz istədikləri yerlərinə girsin və həyatda uğurları bol olsun. Bax, bugün 11-ci sinifi bitirirsiniz. Öz dostlarına, öz həmyaşıdlarına nə arzulayırsınız? Gələcəkdə çox uğurlu olmalarını arzulayıram. İnşallah bütün istədikləri, hər şey ürəyincə olar. Uğurlar arzulayıram hər bir sinif yoldaşıma. İnanıram ki, uğurları daim olacaq. İnanıram ki, bizim adımızı uğurla qazandıracaqlar. Rəqslər edib şeirlər söylədilər, deyib gülüb əyləndilər. Axı bugün son zəng çalınırdı. Cəmilə Nəsir qızı Kamil Quliyev bugün informasiya proqramı üçün.